Ha oğlum salam, necəsən? Yaxşıyam ata, sən necəsən? Yaxşıyam, işdəyəm, tikintidəyəm. Sən nə edirsən, dərsin bitib? Hə, bitibdir. Elə mən də evə gedirəm. Ha, lap yaxşı. Oğlum, nəsə sözün vardı mənə? Əslində ata, mən... Murad, bir şey olmayıb ki. Nəsə səsin xoşuma gəlmir. Nə olub Murad? Ata, mən sizə qala bilərəm. Əlbəttə oğlum, ona sözdür, əlbəttə qala bilərsən. Haradasan Murad, çatmısan evə? Hələ yox, indi çıxmışam məktəbdən. Ha, lap yaxşı. Gör nə deyirəm, onda sən ged evə hazırlaş, mən də işlərimi bitirən kimi gəlib səni götürəcəm. Yaxşı oğlum? Yaxşı ata, yaxşı. Oğlum, dəqiq yaxşısan, bir şey olmayıb ki. Bəlkə gəlin məktəbdən götürüm səni. Mən yaxşıyam ata, narahat olma. Yaxşı, oldu oğlum, gələcəm, hələlik. Sağ ol. Oğlum, Tural məndən evlənmək istəyir. Necə yəni? O sən sevgilindir? Hə? Sən nəyim ana? Sən Tural'la sevgilisən? Dinən də? Gel, bak gel. Necəsən? Canım. Yaxşısan, necəsən? Sağ ol. Necəsən? Belə də, normal. Sən necəsən? Şükür yaxşıyam. Nə olub? Niyə keyfin yoxdur? Nə bilim. Anama görə də niyə belə eləyir, başa düşə bilmir. Vəfa, sən bilirsən də mən səni nə qədər çox istəyirəm. Yəni, xoşbəxt olmağı Leyla qədər ən az mən də istəyirəm. Bilirsən? Bilirsən də mənim onlarla münasibətim o qədər də yaxşı deyil. Yəni, bəlkə də onlar barədə danışmağım biraz doğru olmaz. Amma mən səni çox istəyirəm, Vəfa. Ona görə də bəzi həqiqətləri sənə mütləq deməliyim. Onlar çətin adamdılar. Onlar çox çətin adamdılar, Vəfa. Yəni, özlərini çox yuxarıdan aparan adamdılar. Bax, sən də deyirsən, anam da deyir. Bunları başa düşürəm. Amma mən nə hakimlə, nə də ki sevinlə ailə qurma. Mən İlkini sevirəm, o da məni sevir. Bizim də arzumuz, istəyimiz odur ki, bir yerdə olaq, bir yerdə yaşayaq. Başa düşürəm səni. Sən də elə fikirləşirsən ki, İlkinlə əl-ələ verib ayrı yaşayacaqsınız. Vəssalamdır, hə? Hər şey yaxşı olacaq. Vəfa,
Sevil xanım sizə xoşbəxt olmağa heç vaxt imkan verməz. Hər dəfə nəsə bir şey tapıb qıracaq ürəyini. Çətin olacaq sənə Vəfa. Elə deyil, həqiqətən elə deyil. Ola bilər, sən nələrsə yaşamısan, ona görə belə deyirsən. Amma mənim onlarla mübahisəli bir məsələm yoxdur axı. Mənə qarşı niyə elə olsunlar ki? Həm də ki, dediyim kimi də biz İlkinlə bir-birimizi sevirik. Siz necə düşünürsünüz? Mənim anam razı deyil, İlkin atası razı deyil. Biz nə edəcəyik? Deyəcəyik ki, hə, okey, siz razı deyilsiniz, biz sağollaşırıq. Amma elə deyil. Yəni, nə anamın, nə də İlkin atasının istədiyi olmayacaq. Çünki biz bir-birimizi sevirik. Nə deyim? Xeyirlisin. Gedək kadrlar şöbəsinə sənin məsələləri həll edək. Gəl. Bəli, Fidan xanım. Mən artıq qol çəkmişəm kağızlara. Ha. Qalan məsələni Sərxan müəllimlə danışarsınız. Oldu, sağ ol. Bu da belə. Allah'ım çok sağ ol. Hoş olsun. Sağ ol canım. Sağ ol. Otur. Baba, səndən bir şey soruşmaq istəyirəm. Amma xahiş edirəm, düzündür. Çünki sən mənə həmişə düzün demisən. Əlbəttə. Acı olsa belə. Sən niyə istəmirsən ki, İlkinlə Vəfa evlənsinlər? Mümkün deyil, Leyla. Başa düşürsən, bu bizim işimizi çətinləşdirəcək. Bizə problem yaradacaqlar bunlar. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şey yaşaya bilərəm. Mümkün deyil. Biz nəsə eləməliyik. Bunları ayırmaq lazımdır. Amma yavaş-yavaş da belə qəti şəkildə yox. Əvvəla bu belə deyil. Demirəm ki, evlənməsinlər. Amma kızım, hələ tezdir də. Vallahi tezdir. Məsələn, biraz münasibətdə olsunlar, görüşsünlər. Öz münasibətlərini biraz dəqiqləşdirsinlər bir-birinə qarşı. Yoxsa sonra peşmançılıq olmasınlar. Başa düşürsən nə demək istəyirəm? Baba, sən ciddi bir səbəb gətirmirsən axı. Dediklərin bəhanədən başqa heç nə deyil. Mənə elə gəlir ki, sən Leyla xanım haqqında nəsə bilirsən.
Nigar, nə oldu? Danışa bildin Muradla. Bir sözdür, yaranamaq. Danışdım. Nə reaksiya verdi, nə dedi? Çox pis reaksiya verdi Tural. Düzü bilirdim, etiraz eləyə bilər. Amma ona bu qədər təsir eləyəcəyini gözləmirdim. Açığı, mən də gözləmirdim. Murad razı deyil Tural. Peşman oldum deməkmə. Gərək deməzdim. Nə dedi axı sənə? Küsüb məndən. Bəlkə incidir. Heç danışdırmaq da istəmir məni. Səhər yemək də yemədi. Qapını çırpıb ac getdi məktəbə. Çarəsiz vəziyyətdəyim Tural. Düz heç bilmirəm neyim. Yəni bu dərəcədə pis reaksiya verib? Çox. Nigar, deyirəm bəlkə mən Muradla danışım, hə? Ən azından dostlaşmışıq, məni başa düşər. Nəyilərsə başa sala bilərəm ona. Yo, qətiyyən. Xahiş edirəm Tural. Birdən yenə də özünə qapanar. Qoy biraz keçsin, görək nə inirik də, qoy biraz sakitləşsin. Nigar, heç kimə görə özünü fəda eləmə. Sən həqiqətən də xoşbəxt olmaq artıqlaması ilə layiqsən. Zaman keçir. Sonra heç nəyə geri qaytarmaq mümkün olmayacaq Nigar. Nigar, nə oldu? Danışa bildin qızla? Hə, gəlmişdi bayaq. Danışdım. Nə deyir, nə fikirdədir? Onlar ayrılan deyirlər Leyla. Çox istəyirlər bir-birlərini. Mənə qalsa rahat buraxın bu uşaqları. Açığı mən onların evlənməyinə mane olacaq ciddi bir səbəb də görmürəm. Qoyun evlənib xoşbəxt olsunlar da. Onlar ayrılan deyil Leyla. Çox sevirlər bir-birlərini. Alo. Yaxşıyam, sən necəsən? Hə, yemişəm. Sən? Bu axşam? Yaxşı. Hələlik.
Qızımız 5 dəqiqə hazır olacaq. Gülnaz giyindirir onu. Yaxşı. Deməli, gözəllərim hazırdır. Əzizim, sənə bir şey demək istəyirəm. İstəyirəm, Murad da bizlə gəlsin restorana. Həm də axşamı bizdə qalsın. Əla fikirdir, Anar. Əla fikirdir. Zəhra da darıxmaz qardaşı ilə oynayar. Əla fikirdir. Çox sağ ol. Sən sağ ol. Anlayışın üçün çox sağ ol. Anar, Murad sənin oğlundur. Bu evdə qalmaq onun da haqqıdır. Biz onu çox istəyirik. Gedim görüm qızımız hazırdır yoxsa yox. Getdim. Nigar, heç kimə görə özünü fəda eləmə. Sən həqiqətən də xoşbəxt olmaq artıqlaması ilə layiqsən. Zaman keçir. Sonra heç nəyə geri qaytarmaq mümkün olmayacaq, Nigar. Xeyr ola. Muradın dalınca gəlmişəm. Başa düşmədim. Muradın dalınca niyə? Nigar, biz gedirik. Anar, sənə 100 dəfə demişəm. Məndən xəbərsiz bu cür Muradı apara bilməzsən. Əvvəlcə məni xəbər eləməlisən. Mən bilməliyəm, siz hara gedirsiniz, nəyə gedirsiniz, niyə gedirsiniz? Bəsdir də Nigar, bəsdir də başlamayın. Elə bir körpə uşaqları nəyik biz? İcazə vermirəm mən Murada. Gedin içeri. Sonra? Mən atamla gedəcəm. Murad. Get sən geyin, otur maşında, ananla danışıb gəlir. Get. Nigar, Murada nə olub, nə məsələdir? Nigar, söz soruşuram, Murada nə olub? Heç nə olmayıb Murada. Nə olmalıydı ki Murada? Nə bilim, sən bilərsən. Mənə zəng qırıb dedi ki, gəl apar məni.
Yaxşı, neysə Nigar. Belə baxıram ki, 100% nəsə olub, amma demirsən. Eyb yox, öyrənərəm. Mən istəyirəm ki, sən razılıq verəsən, biz də evlənək. Oğlum, Tural məndən evlənmək istəyir. O sen sevgilindir. Nigar, salam. Salam Leyla. Anarı gördüm, Muradla harasa gedirdiler. Keç içərdə danışaq. Nəsə olub? Gəl. Əyləş. Hə, nə olub? Danış görün. Nə deyim? Özün gördün də. Apardım Muradı. Əlimdən almaq istəyir onu. Ay Nigar, elə danışırsan ki, elə bir uşaqsız. Anar niyə sənin əlindən uşaq alsın? Sən biraz vəziyyəti şişirdirsən. Elə deyil Leyla. Sən bilmirsən, elə deyil. Görsən cavab vermir. Dəli olacağım mən. Sən birincisi sakitləş, ikincisi onlar bu dəqiqə buradan çıxıblar. Nə olub sənə? Sakit ol. Leyla, Hə, Murad məni istəmir daha. İstəmir. Anar da bundan istifadə edir. necə yəni? Nəsə olub, Nigar? Mən bilməyən nə var? Tural mənə evlilik təklif elədi. Sən ciddisən? Və? Vəsi budur ki, mən Muradı dedim buna. Amma dedim ki, sən necə istəsən elə olacaq. Mən bilmirdim sən Tural'la evlənmək istəyirsən. Muradla dostlaşmışdılar da axır vaxtlar. Nə bilim, dedim yaxşı olar.
Mən əslində elə bunu Murada görə istədim. Nə bilim valla, Nigar, bilmirəm. Bircə bildiyim odur ki, Murad çox həssas uşaqdır. Atasına da bağlılığını çox yaxşı bilirsən. Of, Leyla, bilmirəm, başımı itirmişəm, bilmirəm, neyiniyim mən? Sən sakitləş. Hər şey də zamana bırak, düzələcək. Hı? Sən sakitləş, mən bir çay dəmləyim. Mən də darıxmışam sənin üçün. Sabah görüşək. Qızım, mən gedirəm dərnəyin tədbirinə. Sonra yəqin işim uzanar, biraz qızlarla oturarıq. Müzakirəyə. Gec gələrsən? Sən narahat olma, mənim açarım var. Sən yatarsan, yaxşı? Yaxşı. Birdən işim uzanar. Yaxşı, hələlik. Yaxşı. Ana gəlmişdi, ondan danışırdım. Dərnəyin tədbiri var, ora gedirdi. Yəni ona görə gec yazdım. Neyse, ürəyim sıxıldı. Çıxın biraz gəzim, hava alım. Eyb yox, Anar, eyb yox. Sən elə bilirsən Muradı mənim əlimdən ala biləcəksən. Amma ala bilməyəcəksən. Yaxşı ki varsın. Sən də əzizim. Leyla. Uşaqlar məsələsi məni çox narahat edir.
Nigara dedim. Dedim ki Vəfa ilə danış. O da danışıb. Hakim, onların ayrılmaq fikri yoxdur. Nigar qızı nə qədər başa salmağa çalışsa da, qız fikrindən dönmür. Çok pistim. Hele ilkin de aynı şey değil. Bunların ayrılmak fikri yoktu. Belə görən bunlar hər şeyi göz alıblar. Ulan ben neçə gündür yalnız bu barədə fikirləşirəm. Gece gündüzüm yoktu. Mənim də. Bilmirəm nə edeyim. Belə getsə bunlar heç kəsə qulaq asmayacaqlar. Evlənəcəklər, bizi də qoyacaqlar fakt qarşısında. Sonra da biz də məcbur olub olanlarla barışacağıq. Mən ancaq bundan qorxuram, hakim. Leyla. Böyle olsam biz ayrılmalı olacağıq.